Salam. Mən də dəstək olmaq istədim. Düzdür, mənim dəstək olacağım xanımın heç bir dəstəyə ehtiyacı yoxdur. Sadəcə mən bilirəm ki, bugün o xanıma atılan şər böhtan sabahları mənə atıla bilər. Qadınsa qadına dəstək olmalıdır. Söhbət Alyona xanım Əliyevadan gedir. Alyona Əliyevaya şər atan Mehman Hüseynov. Başa düşürəm, çörək pulunu, reytingini çörək diz üstündə olan və cahil olan insanlardan qazanırsan. Amma bu qədər də yox. Ağlı başında olan hər kəs qarşıma ara sıra çıxır, düzdür, şikayət də edirəm, maraqsız da edirəm, yenə də çıxardır videolar. O videolarda göstərilən Ukraynalı xanımın bizim Alyona Əliyeva ilə eyni adam olmadığı görsənir. Mehman Hüseynov ayıbdır. Kişiyə qeybət yaraşmaz. Qeybət eləyəndə biraz qadın paltarında gizlənən qardaşın Emin Hüseynovun da qeybətini elə. O faktları da üzə çıxart. Şər atanda, internet üzərində şər atanda savadın çatar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrini oxu və əzbərlə. Yox, elə bilirsən ki, 5-ci koloniyanın köməyi ilə xaricdə oturmuşsan, səni heç kim xaricdən gətirə bilməyəcək. Yanılırsan. Mehman Hüseynov, Emin Hüseynov və digərləri. Ayıbdır kişiyə qadının qeybətini elətmək. Kişiyə qadına şər atmaq yaraşmaz. Bugün Alyona Əliyevaya şər atan sabah mənə və digər xanımlara şər atar. Əminəm ki, Respublikamızın prezidenti, prokuratura və digər ali qurumlar bu məsələnin çarəsini tapacaq və sizlərə lazımlı cəzanı verəcəklər. Hə, Mehman Hüseynov, 2020-də xərçəng xəstəliyinə tutulmuşdun, düzdürmü? Bu xalqa yalvarırdın o xəstəlikdən qurtulub yaşamaq üçün. Bu xalqın maddiyatı ilə yaşadın. İndi utanmadan bu xalqın xanımlarına şər atırsan. Şər də, böhtan da Allah qarşısında da günahdır. Bütün dünyanın qanunlarına uyğun olaraq da cəzası var. Yenə də deyirəm, hər hansı bir xanımdan danışmamışdan əvvəl, şər atmamışdan əvvəl, qadın paltarında səfirlikdə gizlənən qardaşından da danış. O faktları da üzə çıxart. Bacarırsansa əgər. Onunla da reyting tut, hype tut, pul qazan. Nə olacaq ki? Məndən bu qədər. Ar olsun o kişilərə ki, xanımlara şər atırlar.